Bugün oğlum Əbdüllə masaldan gətirdiyimiz balqabaqdan tatlı bişiririk. Bunu qəşəng yuyuruq burada belə. Qəşəngcə gətirib qoyduq doğrama taxtasına. Fırlatdıq ki, tutuzduraq. İndi kəsməyə çalışırıq, qəşəng kəsirik. Əbdül orada bıçağı əl atır. İkiyə böldükdən sonra qəşəng bunu başlayırıq soymağa. Əbdül soyur, təzədən soyduğunu qoyur onun üstünə. Soymağı öyrənmək istəyir. Öyrədirəm ona. Əbdül kişi gördüm ki, gecə eləyir, mən tez götürdüm. Dənələrini ayırırıq ki, bunun tumlarını təzədən qovuracaq qəşəng. Əbdül geç soyduğuna görə mən məsələyə bıçağıma müdaxilə edirəm. Sonra bunu qəşəng isti suda yuyuruq. Dənəni götürmüşük, ayırmışıq. İndi bunu qəşəng qurudub qovururuq. Olur super, əla bir dad verir. Çiçbəşi. Aferin. Şərbətimiz də burada pıqqa-pıq qaynayır qəşəng. Gözəl. Tavanı gətirdik, qoyduq. Yağlı kağızımızı sərib, balqabaqları Əbdül kişi düzür qəşəng. Axırda yaxşı düzə bilmir, yerləşmiriksə artıq qalır. Mən də kömək edirəm ki, bir dəfəyə hamısını bişirək. Yaxşı yerləşdirdik. Əbdül kişi burada əsəbləşir. Sonra deyir super. Axır razı saldım Əbdül kişini. İndi Əbdül kişi aparır peçkaya. Qəşəng peçkaya yerləşdirəcək bunu. Yerləşdirdik. Əbdül qum saatında izləyir. Nə vaxta pişəcək, səbirsizlənir. Burada bu qəşəng taxtanın üstünü silir. Üstündə qozu qəşəng balacalaşdırırıq da xırda doğrayırıq yaxşı. Gözəl doğrayırıq. Əbdül təkləmək istəyir, mən qoymuram. Əlini kəsə bilər. Çünki çox itidir. Hamısını balacalaşdırdıq, doğradıq. Balqabağımız artıq hazırdır. Gözəldir. Super görsənir, çiçbəşi. Aparırıq balqabağı indi. Üstünə biraz şərbət vururuq azca, çünki şirinliyi azdır. Dadına baxmamışıq balqabağın. Əbdül kişi balqabağı qəşəng şərbətini vurdu. İndi balqabağı qəşəng çəkir qaba. Çox gözəl, dadlı görsənir. Qaymağı üstünə alırıq. Bol qaymaq qoyuruq ki, çünki dadı onun qaymaqdadır əsas. Üstünə indi qoz alacaq. Qozu da aldıq buradan. Çiçbəşi. Əbdül kişi tatlıya son baxışlarını keçirdir. Tatlımız hazırdır. Hamıya nuş olsun. Siz də mütləq yoxlayın. Əla dadı var.